Salam izləyicilər, bu videoda sizə CorelDRAW proqram pəncərəsi və onun əsas elementləri haqqında danışacağım. CorelDRAW proqram pəncərəsinin ən üst hissəsində yerləşən sətr başlıq sətri adlanır. Başlıq sətrində cari proqramın adı və bu proqramda yaradılmış faylın adı əks olunur. Başlıq sətrinin sağ tərəfində isə proqram pəncərəsini idarə edən 3 düymə mövcuddur. Bunlardan birincisi sağ tərəfdən close düyməsidir. Proqram pəncərəsindən çıxışı təmin edir. İkinci düymə restore down düyməsidir ki, proqram pəncərəsini orijinal, yəni əvvəlki ölçüyə bərpa edir. Və burada restore down düyməsi maximize düyməsi ilə əvəz olunur. Maximize düyməsini icra etsək, bu proqram pəncərəsini tam ekran boyunca açır. Burada sağdan üçüncü əmr, üçüncü yəni düymə minimize düyməsidir. Hansı ki, bunun üzərində mouse sol düyməsini bir daha vursaq, proqram pəncərəsini aşağı hissəyə, yəni tapşırıq panelinə yığır və ya bükür və tapşırıq panelində CorelDRAW proqramının işarəsi, yəni simgəsi, piktoqramı üzərində mouse sol düyməsini bir daha vursaq, yenidən proqram pəncərəsi açılacaqdır. Başlıq sətrinin aşağısında File, Edit, View, Layout və s. tab başlıqlarının olduğu menü sətri yerləşir. Menü sətrindən aşağıda isə standart alətlər paneli yerləşir. Standart alətlər panelinin aşağısında olan panel isə xüsusiyyətlər paneli adlanır. Proqram pəncərəsinin sol tərəfində olan bu panel isə alətlər qutusu adlanır. Menü sətri standart alətlər paneli, xüsusiyyətlər paneli və alətlər qutusu haqqında növbəti video dərslərdə geniş məlumat verəcəm. Ona görə bu dərsdə toxunmuram. Proqram pəncərəsinin mərkəzi hissəsində gördüyünüz bu səhifə işçi sahə adlanır. İşçi sahədə proqramın verdiyi imkanlar çərçivəsində əməliyyatlar edilir. Bu sahədən kənarda görülən işlər isə çap olunmur. İşçi sahədən aşağıda isə səhifə tabları yerləşir. Belə ki, plus düyməsinə vuraraq səhifələr yarada bilərik və bu ox düymələri vasitəsilə isə biz bu səhifələr arasında keçidi həyata keçirə bilərik. Eləcə də məsələn bu düyməni vursaq ən birinci səhifəyə keçid edir. Gördüyünüz bu düyməni vursaq isə birbaşa ən sonuncu səhifəyə keçid edir. Digər gördüyünüz bu iki düymə isə sadəcə bir vahid səhifələr arasında keçidi təmin edir. Proqram pəncərəsinin sağ tərəfində yerləşən bu panel rəng palitrası adlanır. Bu palitra vasitəsilə təsvirin daxilinə və sərhədlərinə rəng vermək mümkündür. Bu palitrada yerləşən hər hansı bir rəngin üzərinə mouse'un göstəricisini gətirdikdə burada yerləşən rəngin adı, onun kodu haqqında bizə məlumat göstərilir. Burada təbii ki, bütün rənglər görünmür. Bu rənglər arasında keçid etmək üçün, yəni siyahının ardını görmək üçün aşağıya istiqamətlənmiş ox düyməsi var. Hansı ki, onun üzərində mouse'un sol düyməsini bir dəfə vurursunuz, yəni bir neçə dəfə təkrarlamaq şərti ilə və rənglər siyahısında olan digər rəngləri görə və onları tətbiq edə bilərsiniz. Yəni hal-hazırda ancaq bir sətirdə olan rəng nümunələrini görürük, amma tam siyahını görmək üçün isə burada sağa istiqamətlənmiş 2 qat ox düyməsi var. Bunun üzərində mouse sol düyməsini bir daha vurursunuz və bütün rənglərin siyahısını görürsünüz. Yenidən mouse sol düyməsini bir daha vursaq, yenidən bu rənglərin bir sətirdə əks olunduğunu müşahidə edə bilərsiniz. Əgər bu rəngləri 2 və ya 3 sətirdə əks olunmasını istəyiriksə, yuxarı hissədə sağa istiqamətlənən bir ox düyməsi var. Bunun üzərində mouse sol düyməsini bir daha vururuq və açılan menyuda mouse'un göstəricisini Rows adlı əmrin üzərinə gətirir və açılan alt menyuda isə məsələn 3 rows, yəni 3 sətirlər əmrini seçirəm və burada gördüyünüz kimi rənglər 3 sətirdə əks olundu. Əvvəlki vəziyyəti qaytarmaq istəyirəmsə, yenidən rows əmrindən one row seçirəm, bir sətir. Rəng palitrasının yerini də dəyişmək mümkündür. Belə ki, burada ox düyməsindən, yəni sağa istiqamətlənmiş ox düyməsindən də
yuxarıya mouse'un göstəricisini gətirir və görürsüz mouse'un göstəricisinin işarəsi dəyişdi. Yəni 2 qat ox düyməsi, yəni ağ rəngdə əks olundu və bu zaman mouse'un sol düyməsini basıb saxlayıb çəkirik və bu zaman həmin bu rəng palitrasını istədiyimiz yerə qoya bilərik. İstəsək bunu aşağıya da məsələn gətirib yerləşdirə bilərik. Bunun üçün məsələn tutaq ki gətirdim, tutaq ki bu hissədə buraxdım. Gördüyünüz kimi rəng palitrası burada əks olundu. Yenidən bunu məsələn buradan götürmək istəyirəmsə, yenə sol tərəfdə basıb saxlayıb buraxıram və bunu məsələn gətirib əvvəlki vəziyyətinə gətirmək istəsəm, mouse'un deməli sol düyməsini basıb saxlayıb çəkirəm sağ tərəfə doğru və buraxıram. Gördüyünüz kimi əvvəlki yerinə gəldi və ya bu rəng palitrasının məsələn yerini dəyişəndən sonra istəsək bunun sayəsini də böyüdüb kiçildə bilərik. Yəni istədiyimiz formada sonradan başqa bir yerə də qoya bilərik. Yəni istifadəçinin zövq və istəklərindən asılı olan bir məsələdir. Proqram pəncərəsində səhifə tablarının aşağısında yerləşən bu panel isə sənəd palitrası adlanır. Sənəd palitrası səhifədə istifadə olunan cari rənglər burada əks olunur. İndi hal-hazırda burada heç bir rəng yoxdur. Yəni biz rəng palitrasından təsvirə müəyyən rənglər tətbiq etdiyimiz zaman o həmin istifadə etdiyimiz rənglər bu hissəyə düşəcəkdir. Rəng palitrasında yalnız əsas rənglər olur. Amma hər hansı əsas rəngin üzərində mouse'un sol düyməsini bir dəfə vursaq, həmin rəngə məxsus müxtəlif rəng çalarları burada əks olunur ki, bunların da hər hansı birinin üzərində mouse'un sol düyməsini bir dəfə vursaq, təsvirə həmin rəng tətbiq olunacaqdır. Rəng palitrasını və ya eyni zamanda sənəd palitrasını proqram pəncərəsində görünüb görünməməsini təmin etmək üçün menyu sətrində yerləşən Window adlı menüyə daxil oluruq və açılan siyahıda burada Color Palettes əmri üzərinə mouse'un göstərisini gətirir və açılan alt menüdə məsələn default palettini deaktiv eləsək rəng palitrası göstərməyəcək. İkinci, yəni dokument paletini pasiv eləsək, yəni bu aşağıda yerləşən sənəd palitrası əks olunmayacaq. Yenidən onların görsənməyini istəyiriksə, onların ikisini də buradan aktiv edirik. Proqram pəncərəsində sağ tərəfdə, rəng palitrasından isə sol tərəfdə yerləşən bu gördüyünüz panel Dockers, yəni pəncərə tənzimləmə paneli adlanır. Hər hansı alətin seçimindən və ya obyektin qeyd olunmasına asılı olaraq bu panelin tərkib hissəsi dəyişə bilər. Burada ilkin halda 3 əsas pəncərə bölməsi mövcuddur. Bunlardan birincisi Learn pəncərə bölməsidir. Bu pəncərə bölməsində seçilmiş alətə uyğun məlumat sistemi əks olunur. Növbəti pəncərə bölməsi Properties pəncərə bölməsidir. Ümumiyyətlə pəncərə bölməsi üzərində mouse'un sol düyməsinə bir daha vurmaqla həmin pəncərə bölməsini açmış oluruq. Bu pəncərə bölməsində isə obyekt və edilən əməliyyatlar üzrə əlavə xüsusiyyətlər əks olunur. Objects pəncərə bölməsi üzərində mouse'un sol düyməsini bir daha vursaq, həmin bu pəncərə bölməsi açılır ki, burada da belə deyək, laylar və həmin laylarda yerləşən obyektlər haqqında məlumat alma mümkündür. Həmçinin buradan obyektlərin yer dəyişməsi də həyata keçirmək olur. Növbəti dərslərdə bunlar ətraflı izah ediləcək. Dockers panelinə digər pəncərə bölmələri də əlavə etmək mümkündür. Bu məqsədlə iki üsuldan istifadə edilir. Menyu sətrində Window menyu başlığında deməli burada Dockers adlı əmrin üzərinə gəlirik və buradan digər bölmələri seçsək, həmin bu bölmələr
yəni pəncərə bölmələri burada əks olunacaq. Hətta bunlardan bəziləri iş zamanı müəyyən əmrlərin, alətlərin icrasından sonra da avtomatik aktiv olur. Digər bir yolu isə Dockers deməli pəncərəsində, yəni Dockers panelində aşağıda plus simgəsi var. Bu simgənin üzərində mahsus olan düyməsini bir daha vursaq, buradan da həmin pəncərə bölmələrini seçərək aktiv etmək mümkündür. Bundan başqa Dockers panelinin özünü bağlamaq istəyiriksə, təbii ki, burada X düyməsini basırıq. Yenidən əks olmasını istəyiriksə, burada Dockers deməli əmri daxilində Properties, daha sonra Objects və burada deməli Learn var idi. Bayaq Learn-ü seçirik. Yəni ümumiyyətlə, yəni pəncərə bölmələrindən hər hansı birini aktiv etdikdə təbii ki, Dockers paneli açılır. CorelDRAW proqram pəncərəsinin digər elementlərindən biri də rules, yəni xəttkeşlərdir. Pəncərənin yuxarı və sol tərəfində yerləşir. Bu xəttkeşlər onun vasitəsilə ölçü vahidini, miqyası, koordinatların başlanğıc nöqtəsini və s. dəyişdirmək mümkündür. Xəttkeşi tənzimləmək də mümkündür. Bunun üçün xəttkeşin istənilən hissəsində mouse'un sağ düyməsini bir daha vurmaq lazımdır. Açılan menüdə Rule Setup əmri üzərində mouse'un sol düyməsini bir daha vururuq və açılan Options adlı pəncərədə burada müəyyən bəzi parametrləri dəyişə bilərsiniz. Həmçinin bu pəncərə açmanın digər bir yolu, xəttkeş üzərində mouse'un sol düyməsini bir dəfə, iki dəfə daha doğrusu ardıcıl klikləsək birbaşa Options pəncərəsi açılacaqdır. Proqram pəncərəsinin aşağı hissəsində yerləşən element vəziyyət sətri, yəni status bar adlanır. Burada mouse göstəricisinin cari koordinatları, eləcə də seçilmiş obyektin eni və hündürlüyü, tipi və piksellərlə həlli barədə məlumat almaq mümkündür. Vəziyyət sətrinin proqram pəncərəsində görünüb görünməməsini təmin etmək üçün menü sətrində Window tabına üzərində mouse'un sol düyməsini bir daha vururuq və açılan menüdə Toolbars əmrinin daxilində Status Bar seçimini icra eləsəz, gördüyünüz kimi gizlənəcəkdir və yenidən aktiv eləsək görsənəcəkdir. Proqramla işləyərkən müəyyən əməliyyatlar zamanı müxtəlif dinamik panellərin açılması da mümkündür. Onları açıq formada göstərmək də mümkündür. Bunun üçün istənilən panelin üzərində, yəni fərqi yoxdur, yəni bu standart alətlər də ola bilər və ya xüsusiyyətlər panelində və ya menü sətrində də, yəni biraz kənarda mouse'un sağ düyməsini vurursunuz və burada müxtəlif belə deyək də dinamik panellər var. Məsələn, yəni normalda müəyyən əmr və alətlərin icrası zamanı bunları açılır avtomatik, amma siz özünüz də məsələn daimi buradan seçib aktiv eləyə bilərsiniz və X düyməsini basaraq da bağlaya bilərsiniz. Bu video dəstə CorelDRAW proqram pəncərəsində yerləşən elementlərin qısa izahını verdim. Növbəti video dəstələrdə burada toxunmadığım məsələlər barədə daha ətraflı məlumatlar verəcəm. Videonu bəyəndinizsə like etməyi və bu cür videoların davamı üçün kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstələrdən faydalanın bilsinlər. Hələlik sağ olun.